Hardansa musiqi səsi gəlirdi. Deməyin, o yerinə deməyin. Qalx Məhəmməd. Əlinin çəkdiyi şəkil çox xoşuma gəldi. Əlinin çəkdiyi şəkil və oradakı gözəl rəhlər çox xoşuma gəldi. Niyə ders yerinizdən? Görmək vasitəsindən görürəm də, yaxşı. Yeməyin ətri bütün evə yayılmışdı. Qulağın yolu, qulağınla yeyinirsən. Burun. Əyləş, yaxşı da olmadı. Qalx görüm Rüqəyyə. Rüqəyyə, nənəm gözəl yemək pişirmişdi, amma çox duzluydu. Bəli, dad bilməklə. Yaxşı. Aldığım paltarın materialı çox yumuşaq idi. Afərin, əyləş. Qalx, Əsi. Əsi, mən məsəl üçün Chanel ətrini çox sevirəm. Çünki onu bu ətrə tələbat çoxdur və hər kəs bu ətirdən istifadə edir. Cümləni özüm geniş quram ki, biləsən ki, hansı üzvdür. Ətir nədir? Biz vururuq. Mən də vurub gəlirəm. Ətir, duxu da. Duxu deyirlər ruscadır. Bizim dilimizdə ətirdir. Nəydən balam qızım? Necə dedin? Eşitmədim. Burun. Yaxşı. Surət. Deyirəm ki, uşaqlar həyətdə qışqırışırdılar. Yaxşı, deyirəm ki, get çaydana bax gör, istidir yoxsa soyuqdur. Afərin. Qalx Yağmur. Yağmur, deyirəm ki, evə gəldim, çatdım ki, yemək yanırmış. Yox, əlimdən nə əlaqəsi? Evə gəldim, çatdım elə deyir. Evə girən kimi gördüm ki, yemək yanırmış. Yeməyin yanmağını biz birinci nədən bilə bilərik ki? Gözdən görürəm ki, ən birinci burnuma qoxusu gəlir də. Bəli. Yaxşı. Görüb sonra gəlib baxa bilərsən ki, çox yanıb, az yanıb. Yaxşı Yağmur, deyirəm ki, Qızılgülün gözəlliyi məni valeh etdi. Qızılgülün gözəlliyi məni valeh etdi. Qızılgülün gözəlliyini necə bilirsən? Qızılgülün gözəlliyi. Hə. Gözdən da, niyə çəkinə deyirsən? Gözdən. Aha. Yaxşı, deyirsən ki, mənə tortu anlama şirin tortu olsun. Bəli. İfadə et də fikrini. İfadə et də fikrini. Nə olacaqdı? Dad bilmə. Qalx İbrahim. İbrahim, deyirsən ki, ata, mən turş alma sevirəm. Turş alma al mənə bazardan. Nədir ona? Dad bilmə. Yaxşı, deyirsən ki, televizorun səsini al. Başıma düşdü. Nədir? Adın deyirəndə? Qulaq. Aha. Yaxşı, deyirsən ki, qoy gedim baxım görüm, bu stolun materialı necədir? Stolun materialı yumuşaqdır, möhkəmdir də. Bu nə vasitəsindən bildin? Əldən, bəli, hissi, toxunmayla. Yaxşı. Söhbət edirsən bugün, çox söhbət edirsən, ha, otur yerində. Qulaq asmışsan, otur yerində. Rəvan qalx. Rəvan, deyirsən ki, atam bizi restorana apardı. Orada pizza yedim. Amma xoşuma gəlmədi. Bu nədən bildin ki, yaxşı pizza deyil? Dil, dadından, aha. Yaxşı, deyirsən ki, ana mənə velosiped aldı. Alanda baxmamışıq. Velosipedin xarab yeri çıxdı. Göz, aha. Yaxşı, Yax, gör, neçdə və sizə xəbərdarlıq eləmişəm. Yaxşı, deyirsən ki, Nurten, ürəyində oxu, mənə mane olursan. O sənə mane olursa onun səsi. Hansı? Nurten dərsi möhkəm oxuyur. Deyək ki, bizim yerinizdə oxuyun, eləmi? Yerinizdə oxuyun. Bəli, qulaq. Qalx Sübhan. Sübhan, deyirsən ki, yağış yağanda təbiət canlandır və mən bundan zövq alıram. Sən bu yağışın yağmasının, təbiətin canlanmasını necə bilirsən? Hansı vasitələ? Gözünlə. Aha. Yaxşı, başqa cür. Yaxşı. Deyirsən ki, dostumun temperaturu var, hərarəti var.
Buna həkim çağırın. Nədən bildin ki, onun hərarəti var? Değil mi? Xəstələnməyi nədən bildin balam ki, onun hərarəti var, qızdırması var? Əlin vasitəsindən, afərin, əyləş. Qalx Yusif. Hərənizə fərqli verirəm ki, heç girin sual bir-birinə bənzəməsin. Deyirsən ki, dənizin ləpələri sahilə vurduqca, sahil nə idi? Dənizdən kənar var. Dənizin kənarı ki, çıxırıq sahilə. Deyirsən ki, dənizin ləpələri sahilə vurduqca ruhumu oxşayırdı. Göz. Aha. Yaxşı, deyirsən ki, qoy bir fikirləşim. Yaxşı, deyirsən ki, mənim çayımı çox da şirin eləməmsən, ayana. Dil. Aha, dad bilməklə. Və yaxşı, deyirsən ki, yaxşı ki, tefala yoxlamışam elektron çaydanı. Sən demə, işə düşməyibmiş. Əl, əyləş. Qalx görüm Gülşən. Gülşən, deyirsən ki, sənin saçının materialı sürüşkəndir, nazikdir, nə bilim, yaxud da ki, qoy belə fikirləşək, belə deyək ki, mənə uyğun olsun bir saniyə. Deyirəm ki, sənin saçı indi məsəl üçün gözümlə baxanda görə biləcəm ki, sənin saçı onsuz naziliyini görürəm. İstəyirəm bir toxunma ilə bir şey deyim. Yumşaqdır, bəli, ay sağ ol. Sənin saçı yumşaqdır. Hansı nəydən vasitəsindən? Nə vasitəsindən mən onu bilirəm? Deməyin də ona vermişəm sualı. Hansı vasitəsindən? Əlimdən bildim, gözümdən bildim, dilimdən bildim, qulağımdan bildim. Əldən, afərin sənə. Yaxşı, deyirəm ki, Gülşənin yanaqları tontişdir, yumşaqdır. Nəydən bildim? Nətər yoxladın, bildin? Hə? Gözdən yox, qızım. Əldən. Yaxşı, deyirəm ki, çöldə 5 nəfər şagird var. Çöldə 5 nəfər şagird var. Nədən bildim ki, 5 nəfər uşaq var? Gözdən, afərin sənə. Qalx görüm surət. Surət, deyirəm ki, bu uğurdan surətin danışmağı mənim başıma düşdü. Səhərdən bax danışırsınız. Hə? Qulaq. Göz mənim qulağımla qədər ağrıyırsın səhərdən. Görürsünüz. Gülürsünüz elə. Düz otur Uğur. Yaxşı, deyirəm ki, Uğur bu məktəbə elə yemək gətirmişdi ki, mən də sabah o yeməkdən gətir. Yox, deyirsən, mən də sabah o yeməkdən gətirəcəm. Yaman gözəl onun elə bir ki, hiss elədim ki, dadlı yeməyə oxşayır, amma yeməmsən, sadəcə bilmirsən ki, dadlıdır. Burunla, iyi gəlib da, ətri gəlibdir, qoxusu gəlibdir. Yaxşı, deyirəm ki, kirpiyin tikanları yaman incidən iyiymiş. Gözdən bildin incitməyini. Yox, incitməyini nədən bildin? Əldən, bə gözü niyə deyirsən? Yaxşı, deyirsən ki, küçədə qohumumu gördüm. Mənə salam verdi. Gözdən, əyləş. Qalx görüm. Deyirsən ki, anam mənə ozumu aldı. Amma bu dəfəki ozuma, keçən dəfəki ozumadan fərqli idi. Bu dəfəki köynə çıxmışdı. Niyə gözdən ha? Bax, orada mən izah edəndə siz danışırdınız da. Ay bala, köynə olma mən burundan niyə bilirəm? Bax, izah verəndə orada danışırdınız siz. Daddan. Dad bilməyinə. Yaxşı, deyirsən ki, bu günlərim Aminin geyindiyi paltar mənim çox xoşuma gəldi. Yaxşı, deyirsən ki, bir dənə it almışam. Bir dənə it almışıq. Bahalı itdir. Tüyləri o qədər yumuşaqdır ki, adam bütün gün sığallamaq istəyir. Əldən. Yaxşı, deyirəm ki, qoy fikirləşim. Deyirəm ki, döşəməyə su dağılıb.
Əlinə də. Döşəməyə su dağılıb yerə. Bu nədən bildim suyun dağılma? Pis, çox pis. Qalx Süsən. Süsən deyirəm ki, sularımızı da kəsiblər. Neçə gündür su gəlmir. Bu nədən biləm suyun kəsilmə? Gözdən. Aha. Yaxşı deyirəm ki, çöldə deysən qəza oldu, Allah eləməmiş. Deyirəm çöldə deysən qəza oldu. Səs. Deyirəm ki, yanğın söndürən maşın tələsik siqnalları yandıra-yandıra getdi hansı evi söndürməyə. Səs hardan olacaqdı? Qulaqdan. Yaxşı. Deyirəm ki, anamın bu dəfə pişirdiyi kekslər çox xoşuma gəldi. İçi də kişmişli idi. Dad, bəli. Qalx görüm. Oba marketdən aldığımız banan yaxşı yetişməmişdi, yəni yaxşı yetişməmişdi. Dildən bəli. Yedim gördüm ki, göy dadı verir də, yetişməmiş dadı verir. Yaxşı deyirsən ki, yaxud başqa bir şey deyirsən ki, vaxtı keçmiş ərzağı mağazada saxlamalı deyirlər. Sırağa gün birini aldıq, Süsən, sırağa gün birini aldıq, məsəl üçün, bir qablaşdırma aldıq, baxdıq gördük ki, turşdu. Bu nədən bildim? Dildən. Yaxşı deyirsən ki, atam məni çağırdı, eşitdim amma özüm cavab vermədim. Qulaqdan. Aha. Qalx görüm Əli. Əli deyirəm ki, Gülşən dərsə gələndə üst geyimin çıxartmışdı. Havada soyuq idi. Üst geyimin çıxarmışdı. Sən onun üst geyimin çıxarmasını nədən bildin? Niyə cavab vermirsən, Əli? Yaxşı. Deyirəm ki, Əli, deməli, qoy fikirləşək. Deyirsən ki, günəşin şəfəqləri ətrafa nur saçırdı. Ətrafa işıq saçırdı, günəşin şəfəqləri. Bunun göz. Yaxşı, deyirsən ki, nənəm bizə şor gətirmişdi. Qəşəng şor idi, əla dadı var idi, amma duzlu idi. Deyil. Yaxşı, birini də deyək. Deyirsən ki, dərs vaxtı qapını döyüb qaçdılar. Qulaq.